Və 1499-cu ildə ətrafındakı 7 adamla birlikdə, öz yaxın adamlarıyla birlikdə İsmail zühur edir. İsmail da bu 7000 nəfərlik silahlı qüvvəsi ilə 1500-cü ildə Şirvana hücum edir. İsmail Səfəvinin əmri ilə Fərrux Yasarın başı kəsilir, bədəni isə yandırılır. Bununla da kifayətlənmir. Döyüşdə öldürülən 7-8 min Şirvanlının başları kəsilərək bundan bir qüllə düzəldilir və qızılbaşlar Bakıya daxil olurlar. Bakıda misli görülməmiş bir qırğın törədilir. Şəhərdəki din xadimləri boyunlarına Quran-ı Kərimi asaraq, əllərində Quran-ı Kərim olaraq İsmailin hüzuruna gəldilər və əhalini öldürməməsini xahiş etdilər. Təbrizi ələ keçirəndən sonraki ilk cümə günündə məscidə gəlir, Təbrizin cümə məscidinə gəlir və ən nəhayət tələbi bu olur ki, təbərra edin. Yəni sünnilikdən dönərək şiəliyi qəbul edin. Oradakı qızılbaşlar da Əbubəkir, Ömər, Osman və Ayşəyə lənət oxumağa başlayanda Təbriz əhalisi nəyə uğradıqlarını çaşıb qalırlar yəni. Belə bir şey gözləmirdilər çünki təbərra etmək istəməməsi onlara çox baha başa gəlir. Təbriz və ətrafında kütləvi qırğın törədirlər. Qızılbaşlar təxminən 20 minə yaxın Təbrizli qızılbaşlar tərəfindən öldürülür. Qadın, uşaq, qoca demədən